10 dəqiqəyə buradan 28-dən Dərnəgülə çatmaq mümkündürmü? Bu qatar söz verir ki, mümkündür. Gəlin indi canlı yoxlayaq. 2 gün öncə açılan Abşeron dairəvi dəmir yolu xəttində yeni dayanacaq istifadəyə verilib. Artıq Dərnəgülə qatarla da getmək mümkündür. Bu dayanacaq təkcə Abşeron üçün deyil, Bakı daxilində də çox effektiv marşrut sayıla bilər. Beləliklə saat 17:10-da mərkəzi vağzaldan tərpəndik. Bakının tanış mənzərələrini seyr edərək Stadler qatarı ilə yola düşdük. Xırdalan istiqamətinə gedən qatarda elan verildi, həmçinin cədvəldə də göstərildi ki, qatar Dərnəgüldə dayanacaq. Və budur, saat 17:20 qatar Dərnəgülə yaxınlaşır. Dərnəgüldə məndən başqa nə düşən, nə də minən oldu. Aydın məsələdir ki, bir çox insanlar hələ də bu marşruta öyrəşməyib. Məndə olan inside məlumata görə bu dayanacaqda regionlara gedən qatarlar da saxlayacaq. Yəni bu ərazidə yaşayan və rayonlara getməyi planlayan insanlar artıq 28 maya gəlmək məcburiyyətində qalmayacaq. Əlavə üstünlük isə odur ki, bu dayanacaq eyni adlı metro stansiyaya və avtobus hubuna çox yaxın yerləşir. Yəni buradan çıxdınız və artıq orada metroya girirsiniz. Bu videonu Dərnəgüldə yaşayan dostlarınızla paylaşın. Görüşənədək.